Biz belə qoxular, əks cinsdən danışdıq. Onda deyim ki, biz əks cinsi özümüzə bağlamaq istəyiriksə, nəsə xüsusi bir qoxulardan istifadə etməliyik, edilir. Ya bu proses necə baş verir? Yəni qoxu ilə onu bir tinsimliyim, özümə bağlayım. Belə bir şey varmı yoxsa yoxdur? Necəyiksə ona uyğun ətir seçmirik. Necə olmaq istəyiriksə ona uyğun ətir seçirik. Yəni biz özümüz haqqında mesaj verməyə çalışmırıq ətirlə. Biz vermək istədiyimiz mesaja uyğun ətir seçirik. Peki fikirlərim qarışıq ola bilər, amma məncə çox aydındır. Yəni biz nə mesaj vermək istəyiriksə, özümüzü yəni səmimi deyilik, olmaq istədiyimiz kimi göstərir. Adətən belə olur. Adətən belə olur. Təbii ki, insanlar ola bilər deyər ki, yox mən var, görmüşəm, mən heç kim maraqlı deyil, heç kim fikir maraqlı deyil. Özüm xoşbəxt olum. Bu da normaldır, amma axı bizim geyimimiz də ona uyğundur. Biz axı istidən və soyuqdan qorunmaq üçün geyinmirik. Biz mesaj ötürməyə çalışırıq. Biz saçımızla, biz makiyajımızla, biz istifadə etdiyimiz aksesuarlarla biz mesaj ötürməyə çalışırıq. Ətir də belədir. Yaxşıdır, pisdir, bu artıq insanların özünə qalıb. Qaldı ki, əks cinsi cəlb etmək, bu o qədər dərin bir məsələdir ki, sizin düşünürsünüzsə ki, bu qoxu ilə kimisə cəlb edəcəksiniz, amma tam tərsi işləyə bilər. Tam tərsi ola bilər. Məsələn, mən sizə bir nümunə deyim, siz tam olaraq nə demək istədiyimi, yəni tam olaraq anlayacaqsınız. Mən hər dəfə deyirəm, baxın, ən çox istifadə etdiyim nümunə budur. Xanımlar aftershave qoxusunu çox sevirlər. Yəni təraşdan sonra istifadə edilən qoxunu çox bəyənirlər. Ümumiyyətlə bayaq da dedim, qadınlara, bütün qadınlara ümumi mənada onlara cəlb edən qoxu, kişi qoxusu demək olar ki, yoxdur. Bu qadınlarda bu proses çox çətindir. Konkret araşdırmalar falanları göstərir ki, bu qadınlarla bağlı bu çox çətindir. Məsəl üçün Azərbaycandan götürürük. 3 milyon Azərbaycanda qadın varsa, yox, 5 milyondan çox olar. Bizdə daha çoxdur. Artıq da. Məsəl üçün deyirəm, yəni qoxu biləcək və qoxuya reaksiya verəcək bir yaşda deyək, qadınlar 3 milyondursa 3 milyon fərqli qoxu istifadə etməli ola bilərsiniz. Çünki çox seçicidirlər və hər birinin özünün yanaşması var. Yenə deyirəm, bu kişilərdə başqa cür ola bilər. Məsələn, hansı bir yeməyin dadlı və bir yeməyin və yaxud da ki, desertin qoxusu yerdə məsəl üçün 3 milyon kişinin 1,5 milyon cəlb eləyə bilər. Ümumiləşdirmək olar, amma qadınlarda bu proses belə baş vermir. Qayıdıram bayaq demək istədiyimə. Amma ümumən xanımlar üçün əsasən də bizim yəni bu dövrün belə deyək də xanımlar üçün, bizim yaşda olan xanımlar üçün aftershave, yəni təraşdan sonra istifadə edilən losyonların, adikolonların qoxusu kişiliyin simvoludur, kişi qoxusudur. Niyə? Atasından elə görüb, babasından elə görüb ki, o dövrdə bütün kişilər təraş olunurdu, indi hər kəs onda əslində marketinqdir o ya. Amma yox, indi məsələ nədir? Problem nədəndir? Bir çox qadınlar üçün bu qoxu kişiliyi təmsil edir. Çünki o dövrün kişiləri hamısı təraş olunurdu, zavodlarda, müəssisələrdə tələb bu idi, bir dress kod var idi, hər kəsin üzü təmiz olmalı idi. Yəni üzü tüklü olmaq bəyənilmirdi. Və o bir qadın üçün bir qız uşağı evdə böyüyürdü və baxırdı ki, evin kişisi, rəisi budur. O dövrdə belə idi. Rəisi atamdır və atamdan bu qoxu gəlir. Bunu şuurlu şəkildə yaddaşına yazmırdı təbii ki. Oturuşdu, həmin o qovluq açıldı onun beyninə, düzdürmü? Demək, kişilər buradan belə nəticə çıxara bilər ki, tələsmirik, aftershave qoxusu istifadə etsəm, adikolon, shipper qoxulardan istifadə etsəm, mən bir xanımı cəlb eləyə bilərəm. Hə, amma atası kimi. Partnyoru kimi yox. Bəli. Görürsən, yəni çox spesifik bir məsələdir. Bura qədər, siz də deyirdiniz, marketinq olur, bura qədər əladır. Mən bu qoxunu istehsal edeyim, bütün qadınlar bəyənəcək. Hə. Amma necə? Hə, amma necə? Partnyor kimi görməyəcək. Mümkün deyil. Çox çətindir. Yəni, belə deyək, qoxu ilə başlamışdınsa bu işə 0-1 yerdə başladın. Bunu qoyduq kənara. İndi keçək başqa şeylərə. Yəni, başqa şeylərlə necə cəlb edə bilərsən bu xanıma? Bu belə işdir. Dediyim kimi, sizin düşünürsünüzsə ki, bu ətirlə və yaxud da ki, bu əks tərəfdən olsun, qadınlar bu ətirlə hansısa, məsəl üçün, ətirlərin adını çəkə bilərik. Əlbəttə. Məsəl üçün, dünyanın ən kult ətirlərindən biri, tutaq ki, Chanel, Mademoiselle'dir.
və yaxud da ki, Chanel şansdır. Bir xanım oxuya bilər ki, bu ətir cəlbedici ətirdir, bəylər bəyənir. Okay? Və bunu ətirdən istifadə etməklə əvvəla bu niyə hədəf olmalıdır? Bu ayrı mövzudur, amma məsəl üçün də düşünür ki, bundan cəlb edə biləcək. Yenə həmin proses baş verəcək. Mənim üçün Chanel şans mənim bibimin ətridir. Yəni baxır kim istifadə edir də. Bilirsiniz nə demək istəyirəm? Yəni bu hamıya eyni gücdə, eyni frekansda, diapazonda mı deyim, nə dəsə də müstəvidə mi deyim, təsir eləyə bilməyəcəksiniz. Bu mümkün deyil. Aydındır. Onda